Salam dəyərli abituriyentlər. Deməli, abituriyent sınaq 1-in izahına başlayırıq. Deməli, sınaqlar çoxdur. İstəyən abituriyentlər bizim əyani və onlayn dərslərimizə qoşula bilər. Deməli, bizim əyani dərslərimizə qoşulmaq istəyirsinizsə, ünvan Qaradağ rayon Lökbatan qəsəbəsidir. Deməli, nömrəmiz də üstdə qeyd olunub. Deməli, vaxt itirmədən testlərin izahına başlayırıq. Birinci sual belədir. Deməli, bərabər sürətli hərəkətdə sürətin modulunun zamandan asılı qrafiki hansıdır? Deməli, biz bilirik ki, bərabər sürətli hərəkətdə sürətin qiyməti və istiqaməti dəyişmir. V bərabər konstant və sürət sabitdirsə, sabit funksiyanın qrafiki biz bilirik ki, zaman oxuna paralel düz xəttdir. Cavab C variantı. İkincinə baxırıq. Bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatının zamandan asılı qrafikləri verilmişdir. Müşahidəyə başlayandan 4-cü saniyənin sonunda maddi nöqtə arasındakı məsafə nəyə bərabərdir? Bax, burada fikir veririk ki, tutaq ki, bu olsun birinci cisim, bu olsun ikinci cisim. Əvvəlcə bunlar arasındakı məsafə olub 40 metr. Get-gedə məsafə başlayıb azalmağa. Deməli, 4-cü saniyənin sonunda bunlar görüşüblər. Cisimlər görüşəndə də deməli, onlar arasındakı məsafə olur 0. Sonra keçirik 3-cü suala. 3-cü sualda biz bilirik ki, qrafik hardan başlayıbsa o başlanğıc koordinatdır, qutarıbsa ora son koordinatdır. Deməli, sürətin proyeksiyası olacaq x minus x0 böl t. Yəni, 20/5 böl 5 bu da eləyir. Deməli, 3 metr bölünmüş saniyə. Cavab B variantı. 4-cü suala baxaq. Bax, 4-cü suala diqqətlə fikir versin. Həm birinci cisimin, həm də ikinci cisimin zamanı eynidir. Biz də bilirik ki, V bərabər S böl T düsturuna görə, onda zaman eynidirsə, V ilə S düz asılıdır. Olacaq V1x böl V2x bərabər olacaq S1 böl S2. S1 50'dir, verilib burada 50. S2 də 20'dir və nisbət eləyəcək 2/5. Cavab D variantı. Sonra bizə verilib 1800 santimetr böl dəqiqə. Deməli, bu nə deməkdir? Bu 1 santimetr deməkdir, bu 1 dəqiqə deməkdir. Deməli, 1800 olduğu kimi yazıram. 1 santimetrimiz 100/1 metrdir. 1 dəqiqəmiz isə 60 saniyədir. Və burada 1800'ü 100/1'ə vuranda bu sıfırlar gedir. 18'də 60'a böləndə elir 0/3. Cavab D variantı. Sonra seçirik, deməli, 6-cı sualı. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Vektorial kəmiyyətdir, gedəcək ikincinə. Vahidi BC-də əsas vahiddir. Həm yol, həm yer dəyişmə. İkisinin də BC-də vahidi, deməli, metrdir. Yəni, BC-də əsas vahiddir, hər ikisində vahidi metrdir. Bu 2 bura gedəcək ortaya. Deməli, vektorial kəmiyyətdir, bu gedir, 1 gedir, deməli, ikinciyə. Skalyar kəmiyyətdir, deməli, yol skalyar kəmiyyətdir. Hərəkət trayektoriyasının uzunluğu yoldur, bunu biz bilirik nəzəriyyədə. Hərəkət zamanı 0-a bərabər ola bilər, yer dəyişmə 0-a bərabər ola bilər. 6-cı da hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasına deyilir yer dəyişmə. Yəni, cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasında deyirlər yer dəyişmə. Deməli, bu da gedəcək A variantına. 7-ci sualda deyir ki, X oxu üzrə hərəkət edən iki cisimin koordinat zaman qrafikləri vermişdir. Cisimlərin görüş yerlərinin koordinatları. Deməli, biz bilirik ki, koordinat zaman qrafikində qrafiklərin kəsişmə nöqtəsi görüşmə nöqtəsidir. Görüşmə nöqtəsi. Harada görüşüblər? Deməli, 10'da, bir də -10'da. Cavab A variantı. 8-ci sualda nə edirik? 8-ci sualda hərəkət bərabər sürətlidir. Burada da sürət eynidir. Burada da sürət eynidir. Bax, rahat olsun deyə bura V1 desəm, bura V2 desəm, yazıram V1 bərabər V2. Koordinatın düsturunu yazıram. X minus x0 böl T bərabərdir. Yəni, V1 üçün. V2 üçün də yazıram X minus x0 böl T. Yəni, deyərsiniz, müəllim, bunlar ixtisar gedir, elə V1 bərabər V2 qalır. Yox, V1 üçün də ayrı yazdım düsturu, V2 üçün də ayrı. V1'in son koordinatı nədir? Bax, 0.
Bu fikir ver. V1'in son koordinatı 0'dır. Yazdım 0. Çıx. Başlanğıc koordinatı -20. Böl. -20-dən 0-a gedib 2 saniyədə. Bərabərdir. İndi V2 üçün yazıram həmin deməli düsturu. Son koordinatı bax deməli 10'dur. Çıx. Başlanğıc koordinatı 0'dır. Zaman da bax buradan bura gedənə qədər zaman olub TA-2. Bax buradan 20'ni 2'ye böldüm 10 bərabərdir. 10 böl TA-2 və buradan TA-2 bərabər 1, TA bərabər olacaq 3. Cavab A variantı. Keçirik bura 9-cu suala. Yolu tapanda həmişə işarəli yön. Bura A nöqtəsi deyirəm, bura B nöqtəsi deyirəm, bura C. A'dan gəlib B'yə, B'dən də gedib C'yə. Deməli gedilən yol nə olacaq? Trayektoriyanın uzunluğu. Yəni AB üstəgəl BC. AB məsafəsi 6-dan gəlib 1'ə 5 metr plus BC də 1'dən gedib 3'ə 2 metrdə bu. 7 metr elədi. İndi yer dəyişməni tapırıq. Yer dəyişmə son koordinat çıx başlanğıc koordinat. Son koordinatı bax buradır. 3 çıx. Başlanğıc koordinatı da başlandığı yerdir. Bizdən modulu soruşduğuna görə 3 götürürük. -3'dür, amma modulu müsbət 3'dür. Bizdən soruşur yolun yer dəyişmənin moduluna neçə metr çoxdur. Yəni yoldan çıxırıq yer dəyişmənin modulunda. Bu da eləcək 4 metr. Keçirik növbəti suala 10-cu sual. Deməli VT qrafikində təcilin proyeksiyası nə vaxt müsbətdir? Düz xətt yuxarı yönələndə. Qısa və konkret. Deməli 0T1 A variantı. Deməli OX oxu istiqamət deyirsə V müsbətdir. Biz bilirik ki 0'ın yuxarısı müsbət ədədlərdir, aşağısı mənfi ədəd. Deməli OX oxu istiqamət deyirsə biz yuxarını axtarmalıyıq. Yeyinləşən dediyinə görə olacaq 1. İkinci bərabər sürətlidir. Ona görə olacaq Y variantı. Təcilin proyeksiyası V minus V0 böl T'dir. Yəni Vx minus Vox böl T. Başlanğıc deməli sürət budur. Son sürətdə oldu nə? 18. Yəni 18-dən çıxıram 6'nı bölürəm. 6'dan 18'ə gedənə qədər zaman olub 4. 12 böl 4 bu da eləcək 3. Cavab B variantı. Sonra 13-cü sualda bax. 3-cü bax cisim X oxu istiqamətdə gedir bax. V'si bunun müsbətdir. Bax burada cismin sürəti 0 olur. Sonra X oxun əksinə gedir. Deməli T bərabər 3 saniyədə, 3-cü saniyənin sonunda bu cismin son sürəti 0 olub və təcilin proyeksiyası da bizə verib -2. Bizdən başlanğıc sürəti soruşur. Başlanğıc sürəti də bu düsturla tapırıq. Bax A bərabərdir V çıx V0 böl T. Buradan V0'ı tapsaq olacaq V minus AT. Yəni 0 minus 2 deyəndə, yəni minus V AT 6. Bu da 6. Cavab B variantı. Sonra burada 14-cü sualda, bu 14-cü sualda Sx bərabər 4T plus T kvadrat verilən kimi biz avtomatik yer dəyişmənin düsturunu yazırıq. V0T plus A böl 2T kvadrat. Və buradan asanlıqla görürük ki V0 yerinə 4 durub. A böl 2'nin yerinə də 1 dayanıb da. Yəni A böl 2 1-sə A 2'dir də. Özdə bərabər təcilli hərəkətdə belə bir qrafik yoxdur. Yəni təcil sabit və 2. Cavab hansı olacaq? Y variantı. Sonra baxırıq 15-ci suala. Bax burada deməli T bərabər 10'dur. Birinci verilən başlanğıc sürətdir. 36 km böl saatı metr böl saniyə çevirəndə elə bil 36 minib 3600'ə bölürsən. Eləyir 10. Bu burası da eyni qayda ilə son sürətdə eləyir. 54 mini 3600'ə bölürsən. Bu da eləyir deməli 15 metr böl saniyə. İndi bizdən nəyi soruşur? Bax bu tənliyi soruşur. V bərabər V0 plus AT-ni soruşur. V0'ımız var 10. İndi A-nı tapmaq üçün A bərabər V çıx V0 böl T düsturunu yazırıq. 15 çıx 10. 5. 5'i də 10'a bölündə 0.5. Gətirib həmin o 0.5'i burada yerinə yazırıq. Plus olacaq 0.5 T. Deməli B variantı. Sonra İndi 16'da yer dəyişməni tapmaq üçün biz sürətin düsturu necə yazırıq? Vx bərabərdir V0 plus AT deyil düsturumuz. Və burada fikir verin. V0 yerinə durub 10. A'nın da yerinə durub 3. Deməli V0'ımız 10'dur. A'mız 3'dür. T də 2 verib bizə. Da buradan yer dəyişməni tapmaq üçün yazırıq nə? Yer dəyişmə. Deməli V0T plus A böl 2T'nin kvadratı. Qiymətləri yerinə V0T 20 üstə gəl. 3 vır
2'nin kvadratı 4, 4 2 2. Bu da eləcə 26. Cavab B variantı. Sonra deməli növbəti suala baxaq. Burada da bax, başlanğıc koordinat verir bizə -6 metr. Və diqqətlə fikir verin. X oxu istiqamət deyirsə, deməli başlanğıc sürətin proyeksiyası deməli 5 metr bölsə müsbətdir. Və yavaşlayan deyəndə sürət əgər müsbətsə, təcil olacaq mənfi 0.2. Vsyo. Avtomatik biz koordinatın düsturunu yazırıq. X bərabər x0 plus v0t plus a böl 2 t'nin kvadratı. x0 -6'dır plus v0 verib 5 t. A da mənfidir. Qabaqda olacaq minus. 0.2'də 2'yə böləndə 0.1 t'nin kvadratı. Deməli 5t çıx 6 çıx 0.1 D variantı. Sonra burada. Bax burada diqqətlə fikir verin. 0t1 intervalında hərəkət bərabər sürətlidir. Bax bərabər sürətli hərəkətdə yer dəyişmə ilə zaman xətti asılıdır. Bu isə bax fikir verin diqqətlə. V müsbətdir çünki qrafik yuxarıda qurulub. Düz xətt yuxarı yönəldiyinə görə təcilin proyeksiyası da müsbətdir. Təcilin proyeksiyası müsbətdir. Deməli yer dəyişmənin zamandan asılılıq qrafiki. Deməli təcilli hərəkəti kvadratikdir zamanla. Yəni parabolanın qolu yuxarı yönəlsə A müsbətdir. Cavab olacaq A variantı. Sonra 19'da bax fikir verin diqqətlə. 0t1 intervalında cisim x oxun əksinə gedir. V'si bunun mənfidir. Bax fikir ver, parabolanın qolu hara yönəlib? Aşağı. Deməli A'sı da mənfidir. T1 T2 intervalına baxırıq. Yenə cisim x oxun əksinə gedir. Yəni üzü aşağı gedir. Amma parabolanın qoluna bax, yuxarı yönəlib. Deməli A'sı bunun müsbətdir. Biz də bilirik ki, V mənfidirsə qrafik aşağıda olacaq da, yuxarıda olmayacaq. Bu olmayacaq, bu olmayacaq. Deməli A mənfidirsə düz xətt aşağı yönəlir. A müsbətdirsə düz xətt yuxarı yönəlir. Cavab olacaq A variantı. Sonra 20-ci sual. Fiskanı bilməyin ən rahat yolu odur ki, verilənləri birinci düzgün formada yazmaqdır. Bəzən abituriyentlər bunlarda biraz problem yaşayır. Yəni birinci həmişə verilənləri yazın. V0 verib 20. Metr bölü saniyə yazmıram çünki BSD-dir bunlar. T2'dir. Təcilin də qiyməti verib bizə 3. A bərabər 3. Vsyo. T nə verib bizə? 6 verib. 3 yox, 6. Deməli T verib 6. Vsyo. Yer dəyişməni tapmaq üçün bu düsturla gedirsən. V0 T plus A böl 2 T'nin kvadratı. Vsyo. V0 T eləcək 120 plus 3 böl 2 T'nin dəyərinə 36 yazacağım. Kvadratı da yəni. Deməli eləcək 118'i 3'ə vuranda eləyir 54. 8'in 24. 54'ün də üstə 120 gələndə 174 eləyir. B variantı. Sonra burada fikir verirsiniz. Cisim x oxu istiqamətdə gedir. Yəni V'nin başlanğıc sürətin proyeksiyası müsbətdir. Əgər sürətlə təcilin istiqamətləri əksdirsə, işarələri də əksdir. Vsyo. Deməli başlanğıc koordinatda müsbətdən başlayır. Çünki sıfırın sağı müsbətdir. V müsbətdir, A mənfi. Bax burada olacaq cavab D variantı. Görürsən V müsbətdir, A da mənfi. Vsyo. Sonra yol yer dəyişmənin modulunda nə vaxt böyük olur? Yadınızda saxlayın. VT qrafikində əgər qrafik zaman oxunu kəsirsə, yol yer dəyişmədən böyüdür. Cavab D variantı. Amma qrafik zaman oxunu kəsmirsə, yol yer dəyişmə bərabərdir. Məsələn, yol bərabərdir yer dəyişmənin moduluna. Burada da yol bərabərdir yer dəyişmənin moduluna. Burada da yol bərabərdir yer dəyişmənin moduluna. Burada da yol bərabər yer dəyişmənin moduluna. Amma burada isə yol yer dəyişmənin modulundan böyükdür. Keçirik 23-cü suala. Burada da eyni qayda ilə bax. İşarəliyirik. Bura A nöqtəsi, bura B nöqtəsi, bura C. Yolu tapanda çox sadə. AB üstəgəl BC. AB-nin uzunluğu nə qədərdir? 6 plus B-dən də C-yə gəlib. Yəni 3-dən 2-yə gəlib 1. Bu da eləcək 7 metr.
Yer dəyişmə çox sadə. Son koordinat çıx başlanğıc koordinat. Son koordinat bax budur. 2. Başlanğıc koordinatda -3-dür. Bu deyilir 5. İndi 7 5-dən nə qədər çoxdur? 2 metrdə D variantı. Sonra bax dəyərli abituriyentlər, bax burada sıfırın aşağısındadır qrafik. Burada da sıfırın aşağısındadır. Deməli burada da sürətin proyeksiyası mənfidir. Burada da sürətin proyeksiyası mənfidir. Bax düz xətt aşağı yönəldiyinə görə təcilin proyeksiyası mənfidir. Düz xətt yuxarı yönəldiyinə görə təcilin proyeksiyası müsbətdir. Vəsiyo. Əgər işarələr eynisə, yeyinləşəndir. Bax birinci olacaq. Bax burada yazılır. Bax birinciyə uyğundur. Deməli yeyinləşən. Bura gedəcək 1. Yavaşlayan bu 2. Çünki işarələr əksisdir. O x-oxun əksi deyəndə əgər hər sürətin işarəsi mənfidirsə, deməli hərəkət x-oxun əksinə gedir. Bu olacaq hər ikisi. Təcilin proyeksiyası müsbətdir, buradadır. Bu 4-dür. Sürət vektoru ilə təcil vektoru eyni istiqamətdə, bu yeyinləşən hərəkətdədir. Bu oldu 5. Deməli 1 5 2 4 1 5 2 4 3. Cavab burada olacaq C variantı. Sonra 25. Burada da bax sürətin qrafiki sıfırın yuxarısındadır. Deməli sürətin proyeksiyası müsbətdir. Burada da yuxarıdadır. Deməli burada da sürətin proyeksiyası müsbətdir. Aha, düz xətt yuxarı yönəldiyinə görə təcilin proyeksiyası müsbətdir. Düz xətt aşağı yönəldiyinə görə təcilin proyeksiyası mənfidir. Deməli işarələr eynisə yeyinləşəndir. Yavaşayandır, bu gedəcək ikincinə. Yeyinləşəndir, bu getdi bura. X-ox istiqamətdədir hər iki, çünki V-ləri müsbətdir. Bu 3-dür. Sonra cismin təcili modul. Modul müsbətdir. Niyə? Müsbətin də modulu müsbətdir, mənfinin də modulu müsbətdir. Ona görə hər ikisinə edəcək. Bu 4. Başlanğıc sürəti sıfırdan fərqlidir. Burada sıfırdan başlayıb, amma burada sıfırdan fərqlidir. Bu gedəcək, deməli 5-ə. 2-yə. Deməli 2, 1, 5, 3, 4. Cavab Y variantı. Sonra 26-cı sual. Və burada qrafik hardan başlayıbsa o başlanğıc sürətdir. Qrafik harda qutarıbsa o son sürətdir. Həmişə, bax yadınızda saxlayın. Bax sol tərəfi sağ tərəfə mən köçürdə bilərəm olduğu kimi. Bax bu da zaman oxudur. Biz bilirik ki bucağın tangensi qarşıdakı katetin, yəni V çıx V0-ın bitişik kateti olan nisbəti. Bu da bərabərdir. Deməli V minus V0 10-dur, T-də 5-dir. Bu da bərabər tangens 45 dərəcədə 1-i verir də bizə. Yəni sinus 45 bölü kosinus 45. Buradan da olur V çıx 10 bərabər 5, V bərabər 15. Deməli cavab olacaq Y variantı. 27-də də birinci bu fiqurun sahəsini tapırsan. Məsafə deyəndə sahə ilə gedirsən. VT qrafikində S1. 30-u vurdum 13. Üçbucağın sahəsində oturacağı ilə hündürlü hasilin yarısı. Verəcək 180. Bir də ki bu fiqurun sahəsini tapıram. Bu fiqurun. Buradakı sahə deyiləcək S2. Sahədə isə mənfini nəzərə almırsan. 12 vur 20 böl 2. Bu deyiləcək 120. İndi dəyərli abituriyentlər, burada bir şeyə diqqət eləyin həmişə. Bax, həmişə x koordinatı çəkin. Hər iki cisim eyni yerdədir. Yəni həm birinci cisim, həm ikinci cisim. Bax fikir verin. Birinci cisimin sürətinin proyeksiyası müsbətsə, deməli o birinci cisim x-ox istiqamətdə edib. Buradan gəlib bura 180 metr bura gəlib. Amma ikinci cisimə baxın, x-oxun əksinə, çünki V-si mənfidir. V mənfi olanda cisim x-oxun əksinə gedir. 120 metr. İndi bizə də ki, bunlar arasındakı məsafəni tap. Bunlar arasındakı məsafə nədir? Bunlar arasındakı məsafə budur da, bax bu. Bax bu məsafə. Bu da 120 ilə 180-i toplayacaq. Eləcək 300. A variantı. Sonra keçirik, deməli 28-ci suala. T bərabər 0 zaman anında deməli başlanğıc sürəti 0-a bərabər ola bilər. Bilirik ki, yeyinləşən hərəkətdə cismin başlanğıc sürəti 0-a bərabər ola bilər də. Yeyinləşən hərəkətdə bax budur. 3, yalnız 3. Amma yavaşlayanla bərabər sürətli hərəkətdə başlanğıc sürət 0 ola bilməz. Zamanın 0-cı anında. Sonra 29-a baxaq. 29-a. Bax, diqqətlə fikir verək. Bax, koordinat zamanla xətti asılıdır. Deməli, bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə təcil yoxdur. Yəni 0-2 intervalında
Təcil adında bir şey yoxdur. Burada, bax indi fikir ver. Burada biz sürəti tapa bilərik də 0-2 intervalında. Sürəti tapsaq x minus x0 böl t olacaq da. Yəni 4 çıx 0 böl 2 böləcək 2. Aydındır? Yəni cismin sürəti 2-dir. Yəni belə çıxır ki, bu cismin bax buradakı sürəti elə 2-dir. Və təcili mən tapa bilərəm də, düzdür? İndi 2-4 intervalı bərabər təcili hərəkət tutaq. Koordinatını da düstur budur. X bərabər x0 plus v0t plus a böl 2t'nin kvadratı. Bir də bərabər. Bax son koordinat 12'dir. Başlanğıc koordinat görürsən bu 4'dür bax. Son koordinat 12'dir. Yazıram. Deməli x0 yerinə 4 yazıram. Bax burada sürətin də qiyməti nə olacaq? 2. 2. Aha. İndi t'nin yerinə nə yazacağam? 2'dən gedib 4'ə. T olacaq 2 də. Düzdür? Plus a böl 2 yenə də t'nin yerinə 2 yazacağım. Çünki 2 saniyədən 4 saniyə gedib. 2'nin kvadratı da eləcə nə? 4'dür. Da bunu yazım, sonra hesablayarım. 4 üstəgəl 4 üstəgəl 2 dənə a bərabər 12. Deməli 2a bərabər 12 çıx 8 4. Deməli a bərabər oldu 2. Deməli a 2'dir. Burada cavab hansı olacaq? Bax bu ikinci intervalda. 2 və 4. Всё. Aydındır. Cavab Y variantı və axırıncı suala baxırıq. Axırıncı suala. Bax dəyərli abituriyentlər, həmişə bax birinci. Bax birinci. O şərtə baxma. Birinci bu məsələnin özünə baxın. Birinci məsələnin özünə. Bax birinci cisim budur. İkinci cisim də budur. Bax fikir verin. Birinci cisim x oxu istiqamətdədir. Deməli bunun sürətinin proyeksiyası müsbətdir. Amma ikinci x oxun əksinə getdiyinə görə bunun sürətinin proyeksiyası mənfidir. İndi şərtə baxırıq. Əgər birinci cisim yeyinləşən deyəndə sürətlə təcilin işarələri də istiqamətləri də eyni olur. İkinci cisim yavaşlayanda sürət mənfidirsə təcil avtomatik nə olacaq? Müsbət. Əgər sürət müsbət olsaydı təcil olacaqdı mənfi. Cavab olacaq B variantı. Diqqətinizə görə sağ olun. İnşallah deməli gələn dərsdə keçəcək hansı sınağa? Abituriyent sınağı 2. Onlayn dərslərə qoşulmağı unutmayın. Bizim əyani dərslərimizdə var. Yəni istəyən ciddi məşğul olmaq, yüksək nəticə toplamaq istəyən abituriyentlər bizim nömrəmizdə əlaqə saxlasın. Sağ olun, sağlıqla qalın.